Salam müəllimlər, mən bugün sizə elastiklik qüvvəsinə aid bir neçə maraqlı sualın izahını verəcəm. Gəlin keçək sualların izahına. Sualda bizə deyilir ki, kütlələri 2m və 3m olan cisimlər eyni sərtlikli K və L yayları vasitəsilə sürtünməsiz mail müstəvi üzərində tarazlıqdadır. K və L yaylarındakı uzanmaların nisbətini tapın. Yayların kütləsi nəzərə alınmır. Deməli müəllimlər, bizə verilmiş 3m və 2m kütləli cisim mail müstəvi üzərindədir, həm də tarazlıqdadır. Bu şərtə fikir verməliyik. Deməli, tarazlıqda olduğu üçün həmin bu cisimlərə təsir edən sükunət sürtünmə qüvvəsi var ki, mg'nin sinus toplananıdır. Həmin qüvvə deməli bu yaylardakı elastiklik qüvvəsini tarazlaşdırır. Gəlin həmin qüvvələri yazaq. 2m-ə təsir edən sükunət sürtünmə qüvvəsi 2mg sinus alfadır və 3m-ə də təsir edən qüvvə aşağıya doğru 3mg sinus alfadır. Gəlin indi qüvvələri göstərək. Deməli, L cisminə, L yayına daha doğrusu təsir edən elastiklik qüvvəsi yalnız 2mg sinus alfaya bərabərdir. L cismində yaranan elastiklik qüvvəsi 2mg sinus alfa ilə tarazlaşır. Amma K yayında, daha doğrusu K yayında yaranan elastiklik qüvvəsi isə həm 3mg-ni, həm də 2mg-ni mg vasitəsilə tarazlıqdadır. Deməli, onda F K yayındakı elastiklik qüvvəsi 3mg sinus alfa və 2mg sinus alfanın cəmindən olur 5mg sinus alfa. Deməli, K yayında elastiklik qüvvəsi 5mg sinus alfaya bərabərdir. Gəlin elastiklik qüvvəsini yazaq. Biz bilirik ki, elastiklik qüvvəsi nəyə bərabərdir? K yayı üçün yazılsaq, yazırıq ki, K x K-ya bərabərdir. Çünki K sərtliyi dəyişmir. Hər iki yay üçün eynidir. Və bu da bərabərdir 5mg sinus alfaya. İndi mən buradan x deməli uzanmasını, K yayındakı uzanmanı tapsam, yazıram 5mg sinus alfa bölək K-ya. İndi L yayındakı elastiklik qüvvəsini yazsam necə yazıram? L yayındakı elastiklik qüvvəsi də K x ilə bərabərdir və bu qüvvə də bərabərdir 2mg sinus alfaya. Və mən buradan da x L-i tapsam, yazıram ki 2mg sinus alfa bölək K-ya. K hər ikisi üçün, hər iki uzanma üçün eynidir. Ona görə bu uzanmaların nisbətini yazsam, xk-nın x ilə olan nisbətini yazsam, deməli qüvvələrin nisbətini götürərəm. 5mg sinus alfa bölək 2mg sinus alfaya və bu mg sinus alfa ixtisar gedir və yerdə qalır 2-də 5. Cavab olur B variantı. Keçək növbəti sualın izahına. Sualda bizə deyilir ki, mail müstəvi üzərində yaya bağlanmış 2 kiloqram kütləli K cismi şəkildəki kimi tarazlıqda qalır. Buna əsasən sərtliyi 60 Newton bölək metr olan yayın neçə santimetr sıxıldığını təyin edin. Sürtünmə qüvvəsi və yayın kütləsi nəzərə alınmır. J'nin və sinusun, bucağın dəyərləri bizə verilmişdir. Deməli müəllimlər, gəlin təyin eləyək. Birinci, əgər bu yük mail müstəvi üzərindədirsə, deməli bu yükə təsir edən yenə bir mg ağırlıq qüvvəsinin sinus toplananı var və bunu yazmaq üçün biz yazırıq mg sinus 37 dərəcə. 37 dərəcə. Bu qüvvənin qiymətini gəlin hesablayaq. Kütlə bizə verilib 2,
J'nin qiyməti bizə verilib 10. 2 vuraq 10. Sinus 37 dərəcənin də qiyməti bizə verilib 0,6. Və biz buradan alırıq ki, bu 12 Newtona bərabərdir bu qüvvə. Deməli, burada yayda da bir elastiklik qüvvəsi yaranır. Həmin bu elastiklik qüvvəsi əgər K cismi tarazlıqda qalırsa, deməli bu qüvvələr bir-birini tarazlaşdırır. Demək onda həmin bu F elastiklik qüvvəsi də elə 12 Newtona bərabər olur. Mən buradan yaza bilərəm ki, F elastiklik bərabərdir. Düstur necədir? Kx. Və mən buradan mənə deyir ki, neçə santimetr sıxıldığını təyin et. Yəni x-i tap. X nəyə bərabərdir? F elastiklik bölünsün k-ya. Bu da bərabərdir. Elastiklik qüvvəsini almışam 12 Newton. K sərtliyi isə 60 Newton bölünsün metrdir. Və buradan da 12 ilə 60 ixtisar gedir. Bunlar da daha doğrusu Newtonlar da ixtisar gedir. Mən alıram 5də 1 metr. 5də 1-də yəni 0,2 metr. 0,2 metrdə edir 20 santimetr. Cavab olur D variantı. Keçək növbəti sualın izahına. Sualda bizə deyilir ki, şəkildəki sistemdə sərtliyi 90 Newton bölünsün metr olan yayla bir-birinə bağlanmış 9 kiloqram və 1 kiloqram kütləli cisimlər ox istiqamətində sabit təcillə hərəkət edirlər. Buna əsasən yayın uzanmasını təyin edin. Sürtünmə qüvvəsi nəzərə alınmır. J də bizə verilib 10 metr bölünsün saniyə kvadratı. Deməli, müəllimlər, biz əgər baxırıq ki, bu sistem, bu cisimlər ox istiqamətində sabit təcillə hərəkət edirlərsə, biz birinci təcili tapmalıyıq. Gəlin sistemin təcilini tapaq. Necə tapırıq sistemin təcilini? Yazırıq A bərabərdir. F əvəzləyici qüvvə bölünsün sistemin kütləsi. M sistem. Sistemin kütləsi. Əvəzləyici qüvvə bizə burada 1 kiloqram kütləyə təsir edən ağırlıq qüvvəsidir. Yəni 10 Newtondur. Deməli 10 Newton bölünsün. Sistemin kütləsi nə qədərdir? 9 kiloqram burada var. 1 kiloqram da burada var. Cəmi edir 10 kiloqram. 10 da 10'a böldük. Alırıq 1 metr bölünsün saniyə kvadratı. Deməli biz təcili tapdıq. İndi gələk əsas məsələyə. Deməli biz əgər bu ipdəki gərilmə qüvvəsini tapsaq, demək onda əgər bu sistem hərəkət edirsə, elə burada yaranan gərilmə qüvvəsi, baxın bu yayda yaranan elə elastiklik qüvvəsinə bərabər olur. Necə ki biz o iplərdə Newton qanunlarında ipdə yaranan gərilmə qüvvəsini tapırdıq. Burada da həmin qüvvə gərilmə qüvvəsinin tapsaq, daha doğrusu gərilmə qüvvəsini tapsaq, elə bu yayda yaranmış elastiklik qüvvəsini də tapmış oluruq. Və bu elastiklik qüvvəsinə əsasən yayın uzanmasını da Kx-dan tapa bilərik. Gəlin tapaq. Bunun üçün Newtonun ikinci qanununu yazaq. Newtonun ikinci qanununu yazmaq üçün əgər bu sistem aşağıya doğru hərəkət edirsə, deməli onda ağırlıq qüvvəsi daha böyükdür. 1 kiloqram cismə təsir edən ağırlıq qüvvəsi böyükdür və mən ağırlıq qüvvəsindən T gərilmə qüvvəsinə çıxmalıyam. MA-ya bərabər etməliyəm. Deməli, mənim burada alıram ki, 10 çıxılsın. T bərabərdir. Kütləm 1 kiloqram, təcilim də 1 kiloqram, daha doğrusu 1 metr bölü saniyə kvadratı və buradan alıram ki, T bərabərdir 9 Newton. Deməli, gərilmə qüvvəsini mən tapdım 9 Newton. Gərilmə qüvvəsi həm də dedik ki, bizim elə yayda yaranan elastiklik qüvvəmizdir. Ona görə də biz yaza bilərik Kx bərabərdir 9 Newtona. Deməli, K bizə verilib 90 Newton bölünsün metr. Vuraq X bərabərdir 9'a. Və biz buradan alırıq ki, X bərabərdir 0,1 metr. O da bizə verir 10 santimetr. Cavab olur A variantı.
Əziz müəllimlər, bu günlük bu qədər. Hər kəsə uğurlar arzulayıram. Növbəti dərslərdə görüşərik.